Türkiyə milli komandasının Dünya Çempionatı 2026-nın final mərhələsi üçün yekun heyəti. Baş məşqçi Vincenzo Montella siyahıya 26 futbolçunun adını daxil edib. Qapıçılar: Uğurcan Çakır, Galatasaray; Altay Bayındır, Manchester United; Mert Günok, Fenerbahçe; Müdafiəçilər: Merih Demiral, Əl-Əhli; Abdülkerim Bardaqçı, Galatasaray; Çağlar Söyüncü, Fenerbahçe; Erin Elmalı, Galatasaray; Ferdi Kadıoğlu, Brighton; Mert Müldür, Fenerbahçe; Ozan Kabak, Hoffenheim; Samet Akaydın, Rizespor; Zeki Çelik, Roma. Yarım müdafiəçilər: İsmail Yüksək, Fenerbahçe; Hakan Çalhanoğlu, Inter; Kaan Ayhan, Galatasaray; Orxun Kökçü, Beşiktaş; Salih Özcan, Borussia. Hücumçular: Arda Güler, Real; Barış Alper Yılmaz, Galatasaray; Oğuz Aydın, Fenerbahçe; Yunus Akgün, Galatasaray; Can Uzun, Eintracht; Deniz Gül, Porto; İrfancan Kahveci, Fenerbahçe; Kenan Yıldız, Juventus; Kerim Aktürkoğlu, Fenerbahçe. Qeyd edək ki, Mundialın final mərhələsinin D qrupunda ABŞ, Avstraliya və Paragvayla mübarizə aparacaq. Söz altında yox, göz altıda qalan.